Salam dəyərli izləyicilər, sualımıza gedirik ki, Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyi dövrünə həyata keçmiş mədəni tədbir. Heydər Əliyev Azərbaycan SSR rəhbərliyi olub 1969 və 1982. Yəni bu aralıqda baş verən hadisələr özü də mədəni tədbirə aiddir. Televiziyanın fəaliyyətə başlaması 1956 olduğu üçün götürmürük. Şuşada Vaqifin məqbərəsi 80-ci illərdədir, bu düşür. Cəmşid Naxçıvanski hərbi məktəbin yaradılması mədəni tədbirə aid ola bilməz. Deməli, mədəni tədbir bəli, ola bilər bu da. Adına hərbi məktəbin açılması doğrudur. 1971-ci ildə açılıb, Heydər Əliyevin dövrünədir. Heydər Babək Salın poemasının Bakıda ilk dəfə çap olması 1966-dır. Bu düşmür. Deməli, sualın doğru cavabı 2 və 3 olacaqdır. 2 və 3 doğru cavabdır. Digər bir sualda xronoloji ardıcılığı müəyyən edin. Heyvanların əhəlləşdirməyə başlanması mezolitdə, sənətkarlığın müstəqil çərçivəsi orta paleolit, insanlar orta keçməsi neolit, toxa ikinci xışa ikinci ilə əvəz edilməsi erkən tunc. Deməli, əvvəlcə olmalıdır 1, 3, 4, 2. 1, 3, 4, 2 uyğun cavabımız olacaqdır.